Sağlamlıq görünmür, amma o itəndə hər kəs onu görür. Gəlin gec olmadan sağlamlığımızın qədrini bilək və bu yolda biz sizə dəstək olmaq üçün hər gün canlı qarşınızdayıq. Ekrana yaxın əyləşin. Biz başladıq və vaxt itirmədən ilk həkim qonağımı sizə təqdim etmək istəyirəm. Çünki istəyirəm ki, gözünüz gözəllik görsün. Həm gözəl həkim, həm gözəl xanım, həm gözəl ana, həm gözəl həyat yoldaşı, həm gözəl övlad. Bizim dəyərli Nərminə Hacıyeva, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq bizlə bərabərdir. Onu görəndə ürəyim bir başqa cür açılır, etiraf eləməliyəm. Ay Günay xanım, nə gözəl sözlər ilə açdıq bugün bu verilişi. Çox xoş oldu. Mən sizin komandaya bu verilişə daxil olan kimi, bayaq dediyim kimi izləyicilərimizi də deyirəm TikTokda, bu-havam, enerjim artır. Nə yaxşı ki varsınız, nə yaxşı ki bu cür gözəl verilişlərimiz var. Faydalı ola bilirik bizim gözəl pasientlərimizə, insanlara. Sayənizdə həm gözümüz gözəllik görür, həm də eyni zamanda faydalanırıq. Və Nərminə xanım o həkimlərimizdəndir ki, çox sevilən, çox baxılan, illərdir ki, onun belə deyim, qəbuluna düşmək üçün dünyanın hər bir yerindən müraciət edən elə insanlar var ki, arzularıdır ki, Nərminə xanımın qəbulunda olsunlar. Hətta bəzən bizə də yazırlar, baxmayaraq ki, xarici vətəndaşlardır. Müxtəlif dillərdə bizə müraciət edirlər, amma əsas olan odur ki, onlar o sevgilərini çatdıra bilirlər və mən buradan bizi hər yerdən izləyən həmvətənlərimizi salamlayıram. Sağlam gün ay olaraq bugün də dəyərli həkimlərimizlə bərabər öz məqsədimizə doğru addımlayacağıq ki, hər kəsi bir sağlamlıqdan bir parça verək, hər kəsin sağlamlığına bir qatqımız olsun və Nərminə xanım buradadırsa, demək ki, kataraktadan, qlaukomadan, çəpgözlükdən, keratokonusdan, eynəkdən azad olma əməliyyatlarından danışacağıq. Ona görə bu mövzuda sizi narahat edən məqamlar varsa, suallarınızı qaynar xəttimizə 055-254-0106-ya yaza da bilərsiniz, zəng vura da bilərsiniz və görmə sinirinin atrofiyasını mən vurğulamaq istəyirəm Nərminə xanım. Çünki mən istəyirəm bu barədə məlumat verək izləyicilərə qısa da olsa. Bununla bağlı çox suallar yazırlar. Yenə təkrarlamış olacağam özümü. Hətta xarici ölkələrdən də məhz görmə sinirinin atrofiyasının müalicəsinə görə Azərbaycana, məhz Nərminə xanımın qəbuluna, dəyərli professorumuz Rasim Hacıyevin qəbuluna, Nərminə xanımın atasının qəbuluna gələnlər çoxdur, şəfa tapanlar çoxdur. Bax, görüntülərdə onları bərabər görürsünüz. Dəyərli professorumuz, əməkdar həkimimiz, çox sevdiyimiz dəyərli cərrah oftalmoloqumuz Rasim Hacıyevin yolunu davam etdirir Nərminə xanım. Uzun illərini bu işə həsr eləyib və görmə sinirinin atrofiyası ilə bağlı qısa olaraq istəyirəm məlumat verək. Mövzumuz tam başqadır, diqqətli olun, elan eləyəcəyik. Əlbəttə ki, inanın ki, hər həftə elə olur, həftədə 2 nəfər, 3 nəfər xaricdən biz pasientləri qəbul edirik. Əlbəttə ki, Azərbaycanlı vətəndaşları ilə birlikdə bizim Azərbaycan vətəndaşları da hər həftə bizə müraciət edir və həqiqətən çox gözəl nəticələr alırıq. Mən həmişə verilişdə axırıncı pasientləri xatırlayıram. Bizim axırıncı pasientlərimizin biri bir nənə ilə nəvə, nəvənin 13 yaşı, gözündə görmə sinirinin atrofiyası və çəpgözlük. İnanın ki, onlar gələndə istəyirlər həm görmə sinirinin atrofiyasını, həm də çəpgözlük əməliyyatını birlikdə etsinlər. Ona görə 2 həftəlik müddətə gəlirlər. İlk Zərifə Əliyev adına göz institutunda çox yüksək səviyyədə narkozun altında çəpgözlük əməliyyatı edirik. Gözləri dümdüz qoyuruq və dərhal sonra gəlirlər artıq Hat Medicine şəxsi klinikaya və orada sinir quruması müalicəsini edirik və inanın ki, gedəndə pasient 40% görürdü. Mən axırıncı pasientləri xatırlayıram. 40% görürdü. Miopiyası var idi, -2, -1, eynəkdə tam 100% görməli idi, görmürdü. Korreksiya vermir. Niyə vermir? Çünki sinirdə problem var. Amma vaxtında müraciət etdi. Görmə siniri avazımışdı, bir qədər rəngi dəyişmişdi, artıq həqiqətən diaqnoz qoyuldu ki, sinir qurumasıdır. Amma hissəvi sinir quruması 5 günün nəticəsində 40% eynəksiz görən, eynəkdə heç görməyən bizim müalicəmizdən sonra eynək ilə tam 100% gördü uşaq. Nə gözəl, nə gözəl. Yəni çox böyük nəticə. 5 gün. Və siz onu artıq qoruyub saxladınız. Mütləq. Nəinki qoruduq, saxladıq. Yəni əsas məqsəd qoruyub saxlamaqdır. Bəli. Amma pasient vaxtında müraciət edəndə hətta görmə qabiliyyəti də artır. Yəni bu pasient vaxtında müraciət etdi. 40%-dan 100%-a artım nə deməkdir? Çox böyük yəni, onlar o qədər, yəni özləri də hiss edirlər. O qədər çox sağ ol, minnətdarlıq. Nə yaxşı ki sizi tapdıq. Nə yaxşı ki sizi araşdırdıq. Nə yaxşı ki vaxtında gəldik. Ona görə pasientlərə müraciət edirəm. Görmə varkən gəlin, gözləməyin. Bir çoxları gözləyir, keçəcək, düzələcək və yaxud da müalicəsi yoxdur deyə düşünür.
var. Vaxtında müalicə etsəz nəinki görməni saxlayırıq, həm də artırırıq. Və dünyanın bir çox yerində bunun müalicəsini etmirlər. Yenə bax bunu vurğulamaq istəyirəm ki, məhz dəyərli tibb üzrə fəlsəfə doktorumuz, cərrah oftalmoloq Nərminə Hacıyeva günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində pasiyentləri qəbul edir. Günün ikinci yarısında isə rəhbəri olduğu Hat Medicine klinikada pasiyentləri qəbul edir. Ona görə də əziz izləyicilərimiz, göz sağlamlığına dəyər verin. Vaxtında həkimə müraciət edin. Doktorumuzun da qeyd etdiyi kimi erkən müraciət can qurtarır. Vaxtında onun qarşısını almaq mümkündür, amma sinir tamamilə quruyandan sonra, atrofiyalaşandan sonra artıq həkimlər də burada bir iş görə bilmirlər. Onsuz da dünyada heç bunu müalicə olaraq, yəni götürmürlər. Yox, ümumiyyətlə həkimlər get nevropatoloqa, get MRT ilə, get, yəni belə çarəsiz, bəli, yəni bir məsləhət, bir istiqamət vermirlər. Yəni ona görə deyirəm, bizə müraciət edin, biz dəqiq istiqamətləndirək və dəqiq başa salaq. Daha sonra necə həyat tərzi sürmək lazımdır ki, belə problemlər ümumiyyətlə yaranmasın. Əsas məsələ və həm Raisim dəyərli professorumuz, Raisim doktor, həm də Nərminə xanım bu barədə çox məlumatlandırırlar insanları və ona görə də çox gözəl nəticələri var. Əlaqə nömrələrini qeyd edim, dərhal mövzuya keçid alırıq. 051 552 52 34, 050 327 18 82 və gözlərimiz dünyaya açılan pəncərəmiz. Amma bəzən bu pəncərə səssiz, səmirsiz bağlana bilir, korlana bilir və bugün görməmizi necə qoruyaq, hansı hallarda həkimə müraciət edək və hansı hallarda cərrahi müdaxiləyə ehtiyac var, bunları biləcəksiniz. Çünki bugün katarakta və qlaukomadan danışacağıq. Ən çox bizə sual verilən mövzulardan biridir bu mövzular və mən istəyirəm həm qlaukomanın, həm kataraktanın nə olduğunu elan edək və bu iki xəstəliyin bir-birindən nə ilə fərqləndiyini izah edək Nərminə xanım. Katarakta, qlaukoma ən tez rast gəlinən xəstəlikdir və bu sözləri hər pasiyent bilir, hətta gözündə heç bir problemi olmayan pasiyent də bilir. Qara su, qlaukoma, katarakta, mirvari su sadə dildə. Katarakta həmişə deyirəm, bunu dəfələrlə başqa həkimlər də həmişə deyir verilişlərdə. Katarakta gözün bülurun bulanmasıdır, mirvari suyudur. Bülur öndə yerləşir, hüzeyli qişanın arxasında yerləşir və bir pəncərədir. Allah yaradan pəncərə şəffaf olmalıdır, yaşa bağlı bulanır. 90% hallarda yaşa bağlı bulanır və hamımızı gec-tez bu problem gözləyir. Mən həmişə pasiyentlərə deyirəm, tək ki katarakt olsun, başqa problem olmasın. Pasiyent katarakta ilə müraciət edəndə mənim gözümdə mirvari suyu var, müalicə edin, müalicəsi yoxdur. Düzdür, fərqli firma dərmanları var, başqa yerdə sizə yaza bilərlər. Amma bunlar yəni heç bir effekt, heç bir nəticə verməyən müalicələrdir. Ona görə özünüzü aldatmayın, bu dərmanları tökməyin. Nə etmək lazımdır ki, çoxalmasın? Çölə çıxanda gün eynəklərdən istifadə etmək lazımdır. Ən gözəl, ən güclü müalicə budur. Gözlərinizdə heç bir problem gələcəkdə xəstəliyin yaranmasını istəmirsinizsə, mirvari su varsa, çoxalmağını istəmirsinizsə və yaxud da yaranmasının qabağını almaq istəyirsinizsə, gün eynəkləri taxın. Çox vacib məsləhət. Nərminə xanım deyəndən sonra mən gün eynəksiz ümumiyyətlə çölə çıxmıram, amma əvvəl istifadə eləmirdim. Zaur bəyə də, mamalarınıza, papalarınıza hamı gün eynəyi taxsın. Bu ən gözəl müalicədir. Yox, mirvari suyumuz artıq var və həkim sizə deyir ki, əməliyyat etmək lazımdır, lazımdır. Yəni, vaxtı gələndə həqiqətən lazımdır. Haçan lazımdır? Haçan ki, artıq görmək o qədər azalıb, o qədər bu pəncərə bulanıb ki, biz artıq çətinlik çəkirik. Oxumaqda, yerinməkdə, orientasiya etməkdə, bəli, əməliyyat etmək lazımdır. Bizdə əməliyyat Zərifə Əliyev adına Milli Oftalmologiya çox yüksək səviyyədə aparılır. Ən gözəl, həqiqətən, ən gözəl, ən axırıncı növ avadanlıq bu mərkəzdədir. Bəli, ən son. Ən yeni, yəni ən belə. Gözdə hansı son texnologiyalar varsa bu mərkəzdədir. Bizə gəlin, yəni yetişməmiş halda gəlsəz, vaxtında gəlsəz, əməliyyat 5-10 dəqiqə çəkir. 2 mm kəsiklə pasiyent incimir. 10 dəqiqə ərzində ultrasəs ilə, ən gözəl avadanlıq ilə mirvari suyunu xaric edirik o bulanmış büluru. Bulanmış bülur linzadır. Xaric olunduqda mütləq yerinə linza qoyulmalıdır. Linza qoymamaq mümkün deyil. Bəzi pasiyentlər soruşur, olar linzasız. Xeyr, linza qoyulmalıdır. Linza qoyulur, linza ömürlükdür. Ömürlük çox gözəl görürsünüz. Amma bir şərt ilə, əgər gözdə heç bir başqa bir xəstəlik yoxdur. Yanaşı xəstəlik yoxdursa. Yanaşı xəstəlik yoxdur. Əgər yanaşı xəstəlik varsa, məsələn, qara su var. Qara su tam başqa xəstəlikdir. Qara su rahat xəstəlik artıq deyə bilmirik. Qara su nədir?
Gözdə təzyiq artır. Niyə artır? Artır çünki gözün ön təbəqənin, ön qişaların, damarların qan təcizatının pozulması nəticəsində gözdə yaranan yaş gözdən normal şəkildə xaric oluna bilmir. Yığılır gözdə, sadə dildə başa salıram. Gözdə yığılanda göz təzyiqi artırır. Göz təzyiqi artanda görmə sinirimiz var. Çox incədir. Görmə siniri çoxlu saylı liflərdən ibarətdir. Ona təzyiq edir, təsir eləyir və lifin dalından başlayır qurumağa. Sizdə gedir göz təzyiqə görə görmə sinirin quruması. Və bu proses çox təhlükəli prosesdir. Niyə? Çünki təzyiq yarananda gözdə pasient uzun illər heç bir şey hiss etmir. Ona görə ona səssiz oğru deyirlər. Bəli, səssizdir. Səssiz oğru. Çünki uzun illər heç bir şey ümumiyyətlə hiss eləmir. Görür, sahəsi normaldır, amma qara su irəliləyir. Demək ki, yalnız müayinə əsnasında bunu görmək mümkündür. 40 yaşından sonra hər bir halda kim məni eşidir, heç gözdə şikayət olmasa da, heç olmasa göz təzyiqini ölçün. Normalda arxain olun. Amma elə olur, normal təzyiqli qara su. Ona görə ümumi müayinə aparılsa daha gözəl olar. İllər ötür, aylar ötür, başlayırlar buralarda ağırlıq hiss eləməyə, alın hissədə, göz üstü, elə bilirlər nevralgiyadır. Gedirlər nevropatoloqa, migrendir, müalicə edirlər, düzəlir, sonra yenə yaranır. Problem göz təzyiqidir. Gəlirsiniz, göz təzyiqinizi ölçürsünüz, vaxtında aşkar edirsiniz, vaxtında müalicə aparırsınız. Özü də inanın ki, göz xəstəliklərinin müalicəsi çox sadədir. Sadəcə damcılar ilə, vaxtında gəlin, damcılar yazılsın, gündə 2 dəfə, 3 dəfə təzyiq düşsün. Əsas məqsəd burada təzyiqi salmaq. Bəzi pasientlər deyir, qara suya nə inirsən elə, müalicəsi yoxdur, əməliyyatı yoxdur, göz onsuz da kör olacaq. Bu çox yanlış bir düşüncədir, çox yanlış bir fikirdir. Siz vaxtında gəlin, sizin olan görmənizi biz ömürlük saxlayaq. Amma tək ki, vaxtında gəlin. Görmə azalandan sonra, yox olandan sonra yox. Bəzilər çoxsu belə gəlir. Yox olur, oturur, inanmıram həkimə, istəmirəm, qorxuram və belə otururlar, sonra görmə itirəndən sonra gəlib deyirlər ki, nə inirsən elə gözüm görsün. Yəni bundan qorxmaq lazım deyil. Xəstəlikdən qorxub vaxtında həkimə müraciət etmək lazımdır. Deyirəm, bizim müalicələrimiz çox sadə müalicələrdir. Uzaqbaşı damcı yazılacaq. Bəli. Gecikəndə bəli əməliyyat olacaq. Damcı salır, təzyiqi salır, əla. Davam edirsiniz, ömürlük tökürsünüz, kontrol edirsiniz. Sinirə, görmə sahəsinə, görmə itiliyinə, hər şey yaxşıdır, stabildir, azalma yoxdur, davam edirsiniz damcı tökməyə. Bəzi pasientlər deyir, mənası yoxdur damcının. Bəli, damcıdan sonra görmə artmaz. Damcıdan sonra qabağını alırsınız, kör olmayasınız, onun üçün tökürsünüz. Və əsas məsələ göz təzyiqi. Göz təzyiqi, hansı ki, o da səssiz gəlir və bizi 40 yaşdan yuxarı insanlar çox izləyirlər. Hal-hazırda da izləyicilərimiz arasında 35-40 yaşdan yuxarı olan izləyicilərimiz var, artıq sual verən izləyicilərimiz də var. Onlar həkim oftalmoloqa müraciət edəndə məhz bu əlamətləri yoxlamaq üçün hansı müayinədən keçməlidirlər? Bunun üçün necə müraciət etsinlər? Onlara yardım edək. Rutin müalicədir. Görmə itilinin yoxlanılması, göz təzyiqi, refraksiya, damcı tökülməsi, göz dibinin baxılması. Bu sadə yəni damcı tökülərək göz bəbəklərinin böyüdülməsi də baş verməlidir. Bu sadədir, 1 saata bitir. Əgər sizdə qara su var, görmə sinirinin hissəvi quruması var, onda bunlar kifayət deyil. Siz gedirsiniz, görmə sahəsinin yoxlanılması, artıq 40 dəqiqəlik müayinədir. Hansı ki, o xəritə şəklində olan rəngli xəritə ilə siz çıxardırdınız. Xeyr, o buynuz qişanın topografiyasıdır. Görmə sahəsi. O başqa bir perimetr adında avadanlığın köməyi ilə olunur. Biraz daha uzun sürür. Nəinki siz dediyiniz o buynuz qişanın, gözün ön təbəqənin. Mən isə görmə sahəsi. Onlar otururlar, mərkəzə baxa-baxa ətrafda yanan işıqları görürlərsə basırlar, qeyd edirlər və beləliklə görmə sahəsi görüntü bizə gəlir. Və damcı töküləndən sonra görmə sinirin OCT müayinəsi, OKT müayinəsi, optik kogerent tomoqrafiya, yəni sinirin sadə dildə MRT-si. Daha sonra biz deyirik nə dərəcədə sinir sağlamdır, nə dərəcədə məhv olmuş vəziyyətdədir və ümumi biz məlumat veririk. Və damcı tökürlər. Hər şey əladır, davam eləyin, buraxmayın. Bir dəfəsini də buraxmayın. Mən həmişə deyirəm, bir dəfə yaddan çıxdı, damcı qutardı, evdə əlavə damcılar olmalıdır. Çünki siz bilin, o dəfəni ki tökmədiniz, həmən gecə, həmən saatlar siniriniz quruyacaq. Qurumuş lifləri qaytarmaq mümkün deyil. Bəli.
quruma mərhələdə olan lifləri qaytarmaq mümkündür və sağlam lifləri qaytarmaq mümkündür. Qorumaq Amma mümkündür. artıq qorumuş liflərlə siz sağollaşırsınız. O görməklə siz sağollaşırsınız. Ona görə biraz ciddi olun, məsuliyyətli olun. Damcılar ilə təzyiq düşmürsə, əməliyyat ilə salacağıq. Əməliyyatı ilə qara suyun əməliyyatı yenə də görmə qabiliyyəti üçün deyil, mirvari sudan fərqli olaraq. Təzyiqi məcbur salmaqdan ötəridir ki, düşsün təzyiq. İndi burada maraqlı bir məqam var. Düşdü təzyiq, ya damcıların vasitəsilə, ya əməliyyatın vasitəsilə. Normallaşdı təzyiq. Daha sonra yenə də gəlir. Necə ki, şəkərli diabet pasient hər dəfə endokrinoloqa gedir ömrünün axırına qədər. Qara su olan pasient oftalmoloqa getməlidir ömrün axırına qədər. Və deməli, burada yoxlanılır yenə də. OKT, MRT, görmənin sahəsi, əgər hər şey stabildir, əla. Əgər baxmayaraq ki, təzyiqi saldınız, amma bu xəstəlik dayanmadı, yenə də irəliləyir. Yenə də görmə sahəsi tədricən azalır. Daralır, bəli. Daralır. Demək ki, sinir quruma prosesi davam edir. Niyə? Çünki sinir artıq o qədər zəifdir. Artıq normal təzyiq də ona çoxdur. İllərdir bu sinir təzyiqin altında olub, artıq normal təzyiq də ona təsir edir. Və bəli, sürətlə də olmasa, yavaş-yavaş sinir quruma prosesi davam edir. Bax, burada, haçan ki, sizin təzyiqiniz normaldır, amma xəstəlik dayanmadı, bizə gəlin. Bu bizim işimizdir, sinir quruma prosesini dayandırmaq. Həmin görmə sinirin atrofiya müalicəmiz vasitəsilə. Amma doktor, çox zaman hiss eləmirlər axı. Çox zaman bu əlamətlər gecikir. Artıq sahə çox daralan vəziyyətdə gəlib sizə müraciət eləyirlər ki, Nərminə xanım, bu problem var. Onda da biz deyirik, əgər həmin görməni siz saxlamaq istəyirsinizsə, biz sizin üçün saxlayaq. Amma normal göz təzyiqi olmaq şərti ilə. Əsas məsələ budur. Yəni, göz təzyiqi hər zaman qlaukoma deməkdirmi? Yoxsa normal təzyiqdə də qlaukoma ola bilər, doktor? Çox gözəl sualdır. İllərdir diferensiasiya gedir buradan. Göz təzyiqi yüksəkdir, amma sinir quruması yoxdur. Elə olur, buynuz qişa o qədər qalındır, təzyiq ölçüləndə yüksək təzyiq göstərir, amma əslində qara suyun əlaməti deyil. Artıq bizə müraciət etməlisiniz ki, biz dəqiq məlumat verək. Bu qara suyun təzyiqidir, yoxsa bu sadəcə hipertenziyadır. Yəni təzyiq qalxır, düşür və yaxud da buynuz qişanın çox qalın olmasına görə göz təzyiqi bəzən yanlış qlaukoma diaqnozu qoyulur. Amma burada bu xəstəlik o qədər aqressiv xəstəlikdir ki, burada hiperdiaqnostika daha yaxşı olar, nəinki hipodiaqnostika. Yəni, daha yaxşı olar ki, biz elə bilək ki, həqiqətən qara sudur və müalicəni başlayaq, nəinki fikirləşək, görəsən qara sudur yoxsa deyil və müalicəni başlamayaq. Yəni, burada aqressiv biraz yanaşma daha yaxşıdır və həmişə şübhə altında olmalıyıq, daim pasiyentləri yoxlamalıyıq. Var normal təzyiqli qlaukoma, əksinə, başa düşdünüz? Yəni, burada variantlar çoxdur. Amma təzyiq yüksəkdir, qara su deyil. Təzyiq normaldır, qara sudur. Yəni, ola bilər. Ona görə Nərminə xanımla bugün Instagram səhifəmizdə də bir paylaşımımız olacaq. Sağlam Gün Ay ATV paylaşımımız, bilirsiniz ki, paylaşımlarımız olur bu Instagram səhifəmizdə və çox aktiv şəkildə izləyirsiniz. Təşəkkür eləyirəm. Hal-hazırda istəyirəm elə məhz Instagramımız üçün olan sualları səsləndirim. Real tamaşaçı suallarıdır. Hansı ki, hal-hazırda bizə yazırlar və elə Instagramdan gələn bir sualı oxumaq istəyirəm. 45 yaşlı bir izləyicimiz yazır. Deyir, axşamlar işıq ətrafında halqalar görürəm. Bu qlaukoma əlaməti ola bilərmi? Ola bilər, bəli. Bu bir simptomdur, bəli. Bir əlamətdir, bəli. Göz təzyiqim normaldır, amma həkim qlaukoma riski söyləyir. Bu necə olur? Düz deyir. Biz o barədə danışırıq. Bəli, artıq dərhal göz təzyiqi yüksək olmur ki, tədricən artır. Bəlkə də pasiyent həqiqətən vaxtında müraciət edib. Burada görmə sahəsi, görmə itili və sinir MRT-si, OCT müayinəsi aparılmalıdır. Onda dəqiq demək olar. Burada başlanğıc qara sudur, yoxsa yox. Amma çox güman ki, həkim deyibsə elədir. Çünki orada o qədər xırda əlamətlər, simptomlar var biz gözə baxanda. Hətta qara su olan pasiyentlərdə mirvari
suda, yəni biz bilura baxanda da orada psevdoeksfolyativ sindrom bir əlamət var. O əlaməti biz görəndə, hətta təzyiq normal olanda belə biz deyirik siz qara suya meyillisiniz yaranmağa daha sonra. Ona görə qara su olan pasientdə mirvari su varsa, mütləq mirvari vaxtında əməliyyat olunmalıdır. Çünki mirvari yetişdikcə qara suyun vəziyyətini pisləşdirir. Onu bilsinlər və mirvari su əməliyyatından sonra bilur boşalır deyə belə deyək də, sadə dildə linza qoyulur, avtomatik göz təzyiqi düşür. Yəni bu qara suyun qeydiyyatına çox müsbət təsir göstərir. Yeri gəlmişkən linza dediniz, doktor Nərminə xanım, bu halda ağıllı linzalardan istifadə edə bilirik? Xeyr. İstifadə edə bilmirik. Xeyr. Aha, yəni bunun üçün deyil. Və əməliyyatdan qorxan daha bir izləyicimiz yazıb, 62 yaşında bir xanımdır. Deyir, katarakta əməliyyatından qorxuram, əməliyyata getməkdən çəkinirəm. Gözüm tam kör ola bilərmi? Əlbəttə və təəssüf ki, tam kör olacaq. Aha, yəni əlbəttə, görə... burada yenə deyirəm, qorxulu bir şey yoxdur. Tək ki, dəqiq müəssisəyə gedəsiniz, dəqiq həkim seçəsiniz. Həqiqətən qorxulu bir şey yoxdur. Aha. Və katarakt əməliyyatından sonra eynəkdən tam qurtulmaq mümkündürmü? Bəli, əgər gözdə heç bir başqa yanaşı olan xəstəlik yoxdursa, qara su yoxdursa, şəkərli diabet yoxdursa, göz dibində problem yoxdursa, ahılı linza qoyuruq, tamamilə eynəklərdən azad olursunuz. Bir də bizim əsrimizin bəlası hal-hazırda, bəlası da deyim, müsbəti də deyim, uzun müddət biz telefonlarla, planşetlərlə, notebooklarla təmasda oluruq və bunlar qlaukomaya nə dərəcədə təsir edə bilər? Yox, təsir etməz. Bunlar sadəcə gözdə spazm yarada bilər və daha çox uşaqlara aiddir. Bu uzun müddət oyun oynayırlar, YouTube-a baxırlar, verilişlərə, nə bilim, cürbəcür. Biz burada valideynlər deyir, həkim, biz neyniyək? Müəllim dərsləri telefonla atır. Biz neyniyək? Uşaq da götürür ki, mən dərs eləyirəm, dərs də bitəndə dərhal keçir lazımsız olan oyunlara. Ona görə mən deyirəm, uşaqlardan telefonu alın, keçin planşetə, kompüterə. Orada biraz daha şriftləri iridir və spazm yaranma təhlükəsi azdır. Xırda telefonda dərs necə oxumaq olar? Mən hələ də başa düşmürəm. İstər-istəməz gözlər yığılır. Əlbəttə ki, o siz fokus edən kimi, bizdə də əzələ var, fokus edən əzələ, akkomodasiya deyilən bir proses var. Biz yaxın məsafədə fokus edirik, akkomodasiya edirik və spazm yaranır. Spazm yaranır, yalançı miyopiya yaranır, uşaq zəif görür və daha sonra həqiqi miyopiyaya çevrilir. Yəni, bu spazm və miyopiyanın yaranmasına ziyan edir, qara suya yox. Bir də bir gözə əməliyyat olunub, digər gözünü gözləyən izləyicilərimiz var. Söyləyirlər, bunların arasında bir vaxt qoymaq lazımdırmı? Bəli. Ən az bir həftə keçməlidir. Gözləməlidir. Burada pasientlər fərqlidir. Eləsi var, nə yaxşı oldu, dərhal o birisi gözə gəlir, elətdirir. Eləsi də var, yaxşı oldu deyə zəif olan göz yaddan çıxır, onu sonra eləyərəm, belə eləyirəm, belə də eləməyin. Aha. Və katarakt əməliyyatları ilə bağlı çox yazırsınız və ağrılı olub-olmadığını soruşanlar var. Ağrılı deyil, heç ağrılı deyil. Tamam rahat şəkildə, çox güclü yerli keyitmə damcıları ilə lazım olduqda iynə də vururuq tam həssas pasientlərə. Amma iynəsiz də yerli keyitmə ilə heç bir ağrı olmadan 10 dəqiqəyə bitəcək. Tək ki, siz vaxtında gəlin, yəni ağırlaşmış olmamaq şərti ilə. Bir də həkim, bu təkcə bizim mövzumuza yox, ümumilikdə belə bir sual verir bizim izləyici xanımımız. Deyir, göz damcılarından istifadə edirəm. Göz damcılarından yazmayıb hansı damcılardır. Uzun müddət istifadə etmək zərərlidirmi? Bəli, zərərlidir. Baxır hansı göz damcılar. Mən həmişə deyirəm, heç bir göz damcını fasiləsiz, həkimin nəzarətsiz tökməyin. Yalnız göz təzyiqə qarşı olan damcılar, bəli, ömürlük yazıla bilər. Onlar biraz gözdə qızartı, narahatçılığı, diskomfort verə bilər uzun müddət tökəndən sonra. Amma yenə də göstəriş varsa, tibbi göstəriş varsa mütləq tökülməlidir. Onun ziyanı yoxdur. Və nəmləndirici damcıları da fasiləsiz tökmək olar. Əgər gözdə quruluq var və siz nəmləndirici vasitələrdən istifadə edirsiniz, siz rahatsınız, bəli, fasiləsiz, nəzarətsiz tökə bilərsiniz. Bütün qalan damcıları tökmək olmaz fasiləsiz. Suallar həddindən artıq çoxdur. Qaynar xəttimizdən də sual oxumaq istəyirəm. 5437 nömrəli abunəçi izləyicimiz deyir, salam dəyərli Günay xanım, həkimimizi də salamlayıram. Minnətdarıq xoş sözləriniz üçün. Anam kataraktadan 3 ay əvvəl əməliyyat olunub, bir gözü. İndi yaxşı görə bilmir. Arada təzədən yağ lazeri ilə təkrar təmizlədi həkim. İndi yaxşı görə bilmir. Çoxlu damcılar yazıb, hələ də edir, faydası yoxdur. Deyir, sanki
sanki öz linzam deyil, havada görürəm. Lütfən bu istiqamətdə cavab verərdi həkim. Burada problem, yəni burada səbəb çox ola bilər. Bəlkə əməliyyatın gedişatında hansısa problemlər baş verdi və linza olduğu yerdə deyil, onu artıq həkim özü biləcək. Tək ki, ağırlaşmasız keçsin əməliyyat, mən ümid edirəm ki, belədir. Yəni, əgər heç bir ağırlaşma olmayıbsa əməliyyat zamanı, onda göz dibinin probleminə görə görmür. Aha. Əgər göz dibi salamatdırsa, heç bir problem yoxdursa, demək ki, nəsə əməliyyat zamanı baş verib. 2395 nömrəli abunəçi çox xahiş eləyir, sualını oxuyaq. Deyir, Göyçaydan sizə qucaq dolusu salamlar, minnətdarıq. Mənim qızım indi 1 yaş 4 aylıqdır. 5 ayında göz qarasının altında qəhvəyi tünd ləkə kimi yaranıb, böyümə yoxdur. Mən bir dəfə həkimə apardım, mənə pigment ləkəsi dedilər. Zəhmət olmasa bu ləkə gedərmi və nə kimi ziyan verə bilər? Zəhmət olmasa cavablandırarız. Yox, bu pigment ləkəsidirsə bu getməyəcək. Mütləq nəzarətin altında uşaq olmalıdır. Ləkənin ölçüləri götürülməlidir həkim tərəfdən və nəzarət olmalıdır. Hər 4 aydan bir belə deyərdim ki, böyüməsin. Çünki böyüsə, pigment ləkəsidirsə, necə ki, xal böyüyür, onu götürürlər ki, daha sonra hansısa fəsad yaratmasın. Siz də həmçinin. Bu arada qeyd etmək istəyərdim ki, o pasiyent yaxşı olar Zərifə Əliyevadına gözün üstünə gəlsin. Niyə? Çünki şişlərə oftalmo-onkoloqlar, oftalmo-onkoloq spesializasiyası məhz bizim mərkəzdədir. Yəni sırf ixtisaslaşma məhz Akademik Zərifə Əliyevadına Milli Oftalmologiya Mərkəzi. Və elə qeyd etmək istəyirəm ki, bizim dəyərli tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva da günün birinci yarısında Akademik Zərifə Əliyevadına Milli Oftalmologiya Mərkəzində, günün ikinci yarısında Hat Medicin klinikada pasiyentləri qəbul edir, icra etdiyi əməliyyatlar, katarakta, glaukoma, çəp gözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları, göz dibinin genetik xəstəlikləri və görmə sinirinin atrofiyasının müalicəsini uğurla icra edir. Düzdür, mən Nərminə xanımla söhbətdən heç zaman doymuram. Amma ki, vaxtımız burada yekunlaşır. Nərminə xanım, təşəkkür edirəm gəlişiniz üçün. Mən də sizə təşəkkür edirəm Günay xanım. Nə gözəl keçdi verilişimiz, həmişəki kimi. Mən heç hiss eləmədim bu dəqiqələr necə keçdi. Və əminəm ki, tamaşaçılar da faydalandılar. Nərminə xanıma bir daha təşəkkür edirik. Çünki öz təcrübəsini, illərlə qazandığı bu bilikləri daha asan dildə, elmi şəkildə hər kəsə izah etdi. Çünki bizi hər yerdən izləyirlər, hər kəsə anlaşılan olsun. Bir daha qeyd edirəm, əlaqə nömrəsi 051 552 52 34 050 327 18 82. Biz isə sizinlə qısa araya ayrılırıq. Qısa aradan sonra daha bir dəyərli mütəxəssisimizlə yenə sizə faydalı olmağa çalışacağıq.